İndiki nə gəlinlər, nə də ki qaynanalar birlikdə qalmaq istəmirlər. Əvvəllər gəlinlər istəmirdi, indi qaynanalar da artıq birlikdə qalmaq istəmir. Sizcə bunun səbəbi nədir? Hər kəs öz həyatında sakitlik, huzur, ən əsası rahatlıq və hörmət istəyir. Bəs bu bir evin içində niyə alınmasın? Fikrimi sorursanız, mənim fikrimcə məsələ ev deyil. Məsələ münasibətdir. Qarşılıqlı şəkildə hörmətdir. Sərhədlərin pozulmamasıdır. Hər xırda söhbətdə hörmətin itirilməməsidir. Əgər bunlar varsa bir evdə yaşamaq da olar. Mətbəxdə bu səfər qaynanamla mən idim. Bərabər kətə hazırladıq, daha doğrusu. O hazırladı, mən də bişirdim. Belə bir mövzuya da toxunmaq istədim, çünki sizlərin də fikirləriniz mənim üçün maraqlıdır. Bişirmək, yemək gözəldir, amma bircə ortalığı təmizləmək olmaya. Bu səfər deyə bilərəm ki, heç yorulmadım, çünki bütün işləri qaynanam gördü. O qədər səliqəli və səbirlə iş görür ki, demək olar ki, ortalıq heç kirlənməmişdi. İndi isə tam əksidir, bir gün onu da sizlərə danışaram. Bugünlük bizdən bu qədər. Səhifəmizi izləyib göz haqqınızda halal etməyi unutmayın. Hələlik.